Türbətim meyl elədim, qanuvu qatdım qanıma. Damənim boşlamaram, and ola şirin canıma. Hər Hüseyn adı gələndə bədənim silkələnir. Səndən əl çəksəm əgər, sədmə yetər imanıma. Alimlərdən, xətiblərdən nəql olunan budur ki, İmam Hüseyn əleyhissalamın məclisinin, yəni 20-yə yaxın bəlkə də ədəb sayıblar. Onlardan inşallah bir neçəsinə, 10 dənəsinə bəlkə də 10 neçəsinə işarə eləyərəm ki, Allahın izni ilə çalışarıq, çox da uzatmayaq. Birinci, ədəb ki, zikr ediblər İmam Hüseyn əleyhissalamın məclisində, buyurublar, ixlas məsələsidir. İmam Hüseyn əleyhissalam hər şeyin fəqət və fəqət Allah üçün verdi, ixlasla verdi. İmam Hüseyn əleyhissalam özünə heç nə saxlamadı. Hər nəyi var idisə Allah yolunda verdi və nə üçün verdi? Fəqət Allah üçün verdi. Din üçün verdi, şəriət üçün verdi. Ona görə də əgər bir nəfər istəyir İmam Hüseyn əleyhissalam məclisinin adabını qorusun, gərək o məclisə ixlasla gəlsin, Allah üçün gəlsin, İmam Hüseyn əleyhissalam üçün gəlsin. Hər hansı bir qeyri Allah və İmam Hüseyn əleyhissalamla bağlı niyyətlərin qoysun kənara. Məsələn, fərzən belə deyək. Deyək ki, bir nəfər deyər ki, fərzən, məsələn, deyək, mənim dərdim var, məsələn, müşkülüm var, gedirəm müşkülümü həll eləməyə. Olar, problem yoxdur, İmam Hüseyn müşkül qapısıdır. İmam Hüseyn əleyhissalam Allah qərar vermiş, müşküllərimizi həll eləmək üçün. Burada bir qəribə bir şey yoxdur. Amma o olsun ikinci dərəcəli proqramın. Əsl Allah üçün gəl, İmam Hüseyn əleyhissalam üçün gəl. Müşkül alacaqsan, problemin var, dərdin var, pulun yoxdur, xəstəliyin var, nə bilim, nə var, nə var. Bunlar qalsın ikincisinə. Hələ mən yaxşısına dedim. İndi birdən, la səməhəllah, məsələn, bir nəfər desin ki, İmam Hüseyn əleyhissalam məclisində, məsələn, ehsan verilə, gedim ehsan yeməyə. İmam Hüseyn ehsanı bərəkətdir. Hansı qarına daxil olsa, hansı mədiyə daxil olsa, inşallah ki, cəhənnəm odu görməz. Var bəzi rivayətlərdə. İmam Zaman əleyhissalamdan nəql olunan bəzi rivayətlərdə ki, Məfatül Cinanda da var. Məfatül Cinanda Şeyx Abbas Qumi həmən hadisə işarə eləyir ki, o Hacı Əli Bağdadının qissəsində nəql edir. Deyir ki, imam nə görür, bilmir İmam Zaman əleyhissalamda. Orada deyir ki, filan xətib deyirdi ki, bir nəfər deyirdi. Deyirdi ki, mən 15 gündür burada İmam Rıza əleyhissalamın ehsanından yeyirəm, cəhənnəm odunun həddi nədir məni yandırsın. Ağa o düz deyirdi ki, İmam Rıza əleyhissalamın ehsanında bu bərəkət var ki, kim onun ehsanını yesə, onu od yandırmaz. Həzrət başını elədi, bəli, düz deyir. Əgər İmam Rıza əleyhissalamın ehsanında bu bərəkət varsa ki, insanı cəhənnəm odundan qutarar, ki, necə dedim, gətirib oradakı imam təsdiqləyib, İmam Hüseyn əleyhissalam ondan da biraz yuxarıdır. Demək, onda İmam Hüseyn əleyhissalamın ehsanı da var. Demək, sözüm nədir? Sözüm nədir ki, imamın ehsanını yeyib təbərrük üçün problem deyil, bir şey deyil. Amma məqsəd İmam Hüseyn ehsanı yemək olmasın. Yaxud, məsələn, biri şeytanın niyyətinə gələr, gedim, məsələn, fərzən belə deyək ki, görsənim desinlər ki, bu İmam Hüseynçidir. Xülas, yəni, hərə bir niyyətlə gələ bilər. Birinci, yəni tələb olunan budur ki, İmam Hüseyn məclisinə fəqət ixlasla gəlir. Gəlməliyik, mənni, sizli, böyüklü, kiçikli. Bu bir əmanətdir. Bu bir əmanətdir. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm əmr eləyibdir. Ondan sonra Əli əleyhissalam, sonra digər məsumlar ki, bu məclislər qiyamətə qədər və qiyamətin özündə də belə qurulacaq. Var rivayətlərimizdə. Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm xanım Zəhra üçün balası İmam Hüseyn əleyhissalamın müsibətini danışanda başına bu cür oyunlar gələcək, bu cür müsibətlər gələcək, bu cür öldürüləcək, susuz şəkildə balaları, qardaşları, əzizləri bir-bir doğranacaq. Xülasə, bütün müsibəti danışandan sonra xanım Zəhra da ağladı, Əli əleyhissalam da ağladı. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm dedi ki, atacan, bəs həmən vaxtda ki, deyirsən, nə sən olacaqsan, nə mən olacam, nə atası Əli olacaq, bəs mənim balama kim ağlayacaq? Həzrət buyurdu ki, qızım, narahat olma. Allah Taala bir dəstə şiyələrimizin qəlbinə bizim məhəbbətimizi salıb. Onlar nə səni görüblər, nə məni görüblər, amma qiyamətə qədər o sünnəni saxlayacaqlar. Biz olmayanda da
balamız Hüseynə məclis quracaqlar. Kişilər balam İmam Hüseynə kişi xeylaqlarını ağlayacaqlar. Qadınlar da qadınlarımıza, Zeynəbimizə, Ümmə Kulsumumuza, Rüqəyyəmizə ağlayacaqlar. Narahat olma. Bu Peyğəmbərin vədəsidir. 1400 il bundan qabaq. Mən özümdən danışıram. Öz babamı çox istəyirdim və babam da məni çox istəyirdi. 2009-da səfərimizə rəhmətə gedib. Heç yadıma gəlmir bir dəfə bir məclis quram, bir məclisə gedim, babamı xatırlayam. Öz atamın atasından danışıram. Ki, mənə ən yaxındır və məni çox istəyirdi və bu dinə, şəriətə gəlməkdə də xüsusi bir rolu olub o kişinin. Heç yadıma gəlmir onu xatırlayam, onun üçün məclis quram, neyəm. Həmin vaxt, bəlkə ölən vaxtda məclis qurmuşam, ondan sonra yadıma gəlmir. Mənni sizdir, bizi İmam Hüseyin əleyhissalama nə bağlayıb? Bu bir Peyğəmbərin vədəsidir. Farsda demək, cai təşəkkürü var. Yəni, insan təşəkkür eləsin ki, Allah lütf eləyib onu mənim məhəbbəti qəlbimə salıb ki, 1400 ildən, 1400 neçə ildən sonra nə məni qohumluğu bağlanır, Seyidlər et, Seyidlər Peyğəmbər balasıdır, İmam Hüseynin balasıdır. Bizi ki, onlara məsələn deyə bir qohumluq əlaqəsi bağlanmır ki, bizi bağlayan fəqət və fəqət nədir? Allahdır, İmam Hüseyin eşqidir. O ərəbidir, biz Azərbaycanlıyıq. Necə ki, bəzi axmal hələ də deyir ki, ərəb Azərbaycan. Deməli, onda Allah Taala qəlbimizdən o ərəbliyi, Azərbaycanlığı, türkliyi, qeyri-türkliyi çıxardı. Fəqət və fəqət İmam Hüseyndir deyə, Peyğəmbərimizin balasıdır deyə, atamızdan, anamızdan çox sevməliyik deyə ki, Peyğəmbərimizin, dinimizin əmridir deyə ona görə eləyir. Yoxsa biz ona bağlayan bir şey yoxdur. Məsafə baxımından 1400 il keçib, qohumluq baxımından da bir qohumluğumuz yoxdur. Amma ərəbidə, farsıda, türküdə, ingilisidə, nə bilim, keçən il vaxtı Yaponiyada məclis qurublar, Yaponlar, müsəlmanlar yox, yəni buradan gələn müsəlmanlar yox. Yaponun içindən olan, yəni o bütpərəst ki, vaxtı ikən, məsələn, 5 il onun bundan qabaq bütpərəst indi olub müsəlman, Yaponiyada İmam Hüseyin təziyyət saxlayırlar, Hüseyniyə qururlar. Deməli, onda bu bir vədədir. Sözüm yadımızdan çıxmasın, birinci nöqtə nədir? İxlas. İndi ki, Allah lütf eləyib, mərhəmət eləyib, Allah Taala bu əziz neymətin bizə təqdim eləyib ki, bundan istifadə eləyək, onu Allah üçün eləyək, onu zayi eləməyək. Zirzibil qatmayaq ona. Fəqət əvvəl özümə deyirəm, əvvəl özümə deyirəm, ondan sonra sizə. Hamımız tələbi, hamımız deyək ki, sabah minbərə çıxacaq, nə bilim, insanların qabağında danışacaq. Əvvəl özümüz, ondan sonra başqası. Fəqət İmam Hüseyin əleyhissalam üçün, fəqət Allah üçün. Hansısa dünyəvi məqsədlər, biri mümkündür deyək, pul üçün çıxar, biri nə bilim deyək, xətibdir, xütbə eləyərəm, pul verə, birindən Mərsiyə xandır, pul verər. Mən demirəm ki, xətiblər pul almasın, nə Mərsiyə xanlar pul almasın. Qəsdim bu deyil. Mümkündür deyək ki, pul da alar, nə deyirlər. Xülasə, o sonraki dərəcə olsun, əsl Allah üçün olsun. Bir dəfə yadımdadır, YouTube'da baxırdım. İndi siz hamınız tanıyırsınız, söhbət yəqin ki, yayılacaq, o tanımayanlar üçün deyirəm. Ərəb dünyasında ən böyük Mərsiyə xanlardan biri, Nöhə xanlardan biri Basim Kərbəla idi. Cürbəcür suallar verdi o müxbir ona, televiziya deyəsən çəkirdi. Ona suallardan biri də bu idi ki, siz ki, bu qədər məşhursunuz və bu qədər tanınmış bir adamsınız, hər məclisdə nə qədər pul istəyirsiniz? Onun dediğini deyirəm, bəlkə də silməyə bilərsə, YouTube'da var. Dedi ki, səfərimizə bu cüdə və Haqqil Hüseyin. And olsun İmam Hüseyin haqqına ki, mən bu vaxta qədər heç bir məclisdən pul istəməmişəm, mənə falan qədər pul verin. Amma İmam Hüseyin eləyib ki, məsələn, fərzən deyirəm, filan böyük adamların məclisinə gedirəm, məsələn deyirəm, da bu mən deyirəm. Məsələn, deyə $30.000 verərlər, məsələn. Zehnimdə ki, bir ədəd vardı, ondan da çox veriblər. Mən heç kəsə pul istəməmişəm. Amma zehnimdə ki, bir məsələn, ehtiyacım olub, bir pulum olubdu, görmüşəm İmam Hüseyin əleyhissalam, ondan da çoxum veribdir. Pul deməmişim, mənə falan qədər pul verin. Heç kəsə pul oxumamışam ki, deyirəm, Basim Kərbəla elə belə adam demirsən. Hər məsələn məclisində 10 minlərlə insan yığışır. Eşidirlər ki, Basim Kərbəla gəldi, o qədər böyük. Deyir ki, heç məclisdən pul istəmədim, amma həmişə də istədiyimlə, yəni təvəqqum olandan da yuxarısını İmam Hüseyin əleyhissalam yetirdi. Ona görə də puldur, nə bilim deyək, tanınmaqdır, nə bilim deyək, yeməkdir, nə bilim xəstəlikdir, bunlar hamısı mümkündür İmam Hüseyin əleyhissalam, mümkün yox. İmam Hüseyin əleyhissalam əlindən həll olandır. Amma o gözəl neyməti, ixlas onu nəzar eləməyək. Ya Əbu Abdillah, mən sənin qapıya nökərçiliyə gəlmişəm, sənə ağlamağa gəlmişəm, sən üçün əza saxlamağa gəlmişəm. Verərsən də sağ ol, verməzsən də sağ ol. Müşkülümü həll eləyərsən sağ ol. Sağ ol deyəndə bərzəx aləmində onsuz da ölüm yoxdur. Təşəkkür eləyirəm sənə ağacan. İxlas.
Birinci nöqtə ixlas. Hər bir belə deyək də niyyət, istər ilahi niyyətlər olsun, istər şeytan niyyətlər olsun, qoyaq kənara, fəqət onun üçün gələk. Məqsədimiz olsun ki, bu bir əmanətdir. Allah Taala peyğəmbəri, imamı əmr eləyib, bu əmanət qorunmalıdır. Mən də gəlmişəm ki, mənə əmr olunmuş Məhərrəm ayında məclis qurun. Mən də gəlmişəm bu məclisi qurub və imamıma əza saxlamağa. Demək, birinci ixlasla. İkinci, bu məclislər buyurur ki, ilahi bir zikr məclisidir. فَلَا بُدَّ مِنْ تَوْقِيرِ تِلْكَ الْمَجَالِسِ Bu məclisin gərək hörmətini saxlayaq. Bu məclisləri yersiz danışmayaq, yersiz hərəkət eləməyək, hər dəqiqədə girib çıxmayaq, hər dəqiqədə nə bilim deyək, məclisi pozacaq hər hansı bir şey göstərməyək. Niyə? Çünki bu məclisin sahibi İmam Əleyhissalam özüdür, İmam Zaman Əleyhissalamdır. Var bəzi rivayətlərdə ki, məsələn, İmam Əleyhissalam ravisi deyir ki, məsələn, filan məclisə getmişdim, ağa deyir ki, İmam Sadiq Əleyhissalam deyir, qapıdan çıxanda bir nəfərə ilişdim, başı aşağı deyir, məsələn, hə, deyir, o mən idim. Xanım Zəhranı görən var, İmam Zaman Əleyhissalamı görən var, maşallah. Yəni, bu məclisin həqiqi sahibləri biz deyirik. Biz burada nökəri xidmətçi ki, bu məclisi qurmağa, məclisi idarə eləyən, həqiqətdə idarə eləyən İmam Zaman Əleyhissalamdır, ya pərdənin arxasında Xanım Zəhra Əleyhissalamdır ki, və onların da fövqündə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm özü nəzarət edir. Gərək onda bu məclislərin ədəbi qorunsun. Dediyim kimi, indi bəziləri Allah eləməmiş ədəbsizlik eləyər, məsələn fərzən belə deyər, gülər, şaqqıldayar, nə eləyər, bu pis ədəbsizlikdir məclisə. Bəziləri demək ki, ədəb nə eləyər, sadəcə məsələn fərzən deyək ki, elə bir hərəkət eləyər ki, məclisin ədəbi pozular, gərək məclisin ədəbi qorunmasın ki, o belə məclisin ədəbi sınmasın ki, o adab İmam Hüseyin məclisində qorunmuş olsun. Heyfdir, birdən ağlıma gəldi məclisin ədəbini pozmaq. Ustadlardan biri nəql eləyirdi, bəlkə də bir neçə dəfə də minbərdə demişəm bu sözü. Burada deyim, çox da uzatmayım. Xülasə Tehranda deyir ki, böyük bir dənə tacir var, bir imkanlı bir adam var, biznesmen var. Hər il böyük məclis qurardı. O da böyük imkanlı adam, böyük milyonerdir də onun məclisində 100 nəfər, 200 nəfər, o da 1000 nəfərlə, 10.000 nəfərlə mümkün insanı ehsan verirlə böyük məclis qurur. Deyir ki, yenə məclisə qurmuşmuş Məhərrəm günlərində, indi xətib orada danışır, ya Rövzəxan Rövzəsini oxu neynir? 4-5 dənə də cavan uşaq, Tehranın cavanı necə olur? Məsələn, 10-15 il bundan qabağına. Cırıq-cırıq, məsələn, cins şalvarla ya ayrı bulamaz. Bir də Tehranın uşaqları bu formada elə deyirlər, gülürlər, məclisi pozurlar. Nəsə bir cür bitər bu kişi, səbrini sıxır. Nəsə yemək yeyilir, ondan sonra gəlir yaxınlaşır. Bunlara deyir ki, sizə təşəkkür edirəm, məsələn, fərzən deyək ki, day sabahdan gəlməzsiniz. Siz məclisin ədəbini qorumadınız, nətərsə sabahdan gəlmir. Nəsə bu uşaqlar durub çıxıb gedirlər. Yatır, yuxuda İmam Hüseyin Əleyhissalamı görür ki, İmam bundan nəsə narazıdır, küskündür. Ha gəlir İmam məsələn qabağına keçmək görə İmamın üzünü çevirdi, yalvaraq, yaxarağa qurban olun, mən nə pislik eləmişəm, mən əlimdən gələn çalışıram ki, sənin məclisləri quram, sən niyə məndən küsmüsən? Deyir ki, mənim qonaqlarımı qovdun sən. Deyir, ağa, əgər o dünənki o cavan uşaqları deyirsən, onlar sənin məclisin ədəbini qorumadılar. Ona görə mən onlara dedim, yoxsa mənim onlarla bir şəxsi problemim yoxdur ki. Deyir ki, o məclisi kim üçün qurmuşdun? Deyir, sən üçün, sənə nə var ki, kim? Mənim məclisimdən mənim qonağımı niyə qovurdun sən? Niyə onun hörmətini saxlamadın? Sonra zahirən İmam buna yuxuda deyir ki, onlar razı qalmasa, mən razı qalmayacam. Xülasə, kişi ayılır, Tehran balaca şəhərdə, 15 milyonluq şəhərdə, orada 5 nəfər cavan uşaq hardan tapacaq? Durur, ha soruşur, oradan, buradan durur, yüzlərlə, minlə, hər küçədən adam gəlir, nə bilə, harda? Nəysə, xülasə kimsə deyir ki, o filan uşaqlar deyir, məsələn, filan yerdən tapa bilərsiniz, bəlkə onlardan, məsələn, biri filan yerdən tanıyıram. Nəysə, düşür bunların izinə gelir, həmən şəxslərdən birini tapır, başlayır bunlara yalvar-yaxır eləməyə ki, sabahdan məclisə gələrsiniz. Nəsə, uşaqlar deyirlər ki, yox, gəlməyəcək, sən bizim məclisdən qovmusan, elə belə. Nəysə, axır uşaqlardan biri ki, niyə israr eləyirsən bu qədər? Dünən qovdun, bugün düşürsən, dalımızdan gəlmirsən. Deyir ki, belə-belə, yuxu gördüm, İmam Əleyhissalam məni danladı yuxuda və dedi ki, uşaqlar razı qalmasa, mən səndən razı qalmayacam. Ona görə xahiş eləyirəm ki, İmam razı qalsın deyib, mən qaydın gəlin məclisə. Deyir, bu uşaqlardan biri ki, doğrudan İmam səni yuxuda dedi, bizə görə səni danladı, dedi, hə, dedi, yaxşı ged gələrik. Kişi deyir, qayıtdım, gəldim,
axşamını gözləyirəm ki, uşaqlar gələcək. Gördüm hamısı qara paltarda, başlarında ya Hüseyn bağlayıblar, gəldi. Yer göstərdim, oturma dedilər, yox. Oturmayacaq. İndi ki, biz axmaqlara ağa bu qədər ehtiram elədirsə, 10 gün məclisdə biz xidmət eləyəcək. Və həmən məclislərin xidmətçilərinə çevrildi və hidayət oldular həmən məclislərdən. Xülasə bizim vəzifəmizdir ki, İmam Hüseyn məclisin adabını gözləyək və onu pozmayaq. Pozsuq bilək ki, nəzarət eləyən mümkündür məclisi quran zahirdə görsən, amma həqiqətdə arxada bir əl var ki, məclisləri quran və idarə eləyən də olardılar. Üçüncüsü, məclisə gələndə nəfsi hazırlığımız olsun ki, mən gedirəm orada həm mənəvi cəhətdən, həm maddi cəhətdən İmam Hüseyn əleyhissalamdan bəhrə alacam. Bu göz yaşları ki var, göz yaşları. Çox dəyərli də. Gəlib indi oxuyacam hədisi. Hədisini oxuyacam ki, ikinci hissədəki bu göz yaşlarının nəzir tamam başqa bir şeydir. İnsanın əcib təmizliyi ruhun. Əcib təmizliyi. Ola bilsin ki, diridir, ona görə adı çəkilməyi xoşlamaz, amma tanıdığımız, hamımızın tanıdığı ariflərdən biri ki, diridir, yaşayır da adı çəkmirəm. Bəlkə də xoşları gəlməz məsələn o cür demək, xeyrinə söz deyirəm amma. Onun dostları, tanışları, ondan bir yerdə irfan dərsində olanlardan nəql eləyirdi, tələbəsi mənə nəql eləyirdi, həmən tanıdığınız adamla. Dedi, o filan kəs ki, hamımız tanıyırsınız adını demirəm, o adam bizim dəstəyəni, o irfan cələsəsinə hamıdan sonra qoşuldu. Hamıdan tez çatdı irfana, onu çatdıran İmam Hüseyn əleyhissalama tökdüyü göz yaşları oldu. Biz onun qədər ağlaya bilmədik. Ta ki biz 5 il idi məsələn həmən Əllamə Təbatəbayinin tələbələrinin bunlar. Biz ki məsələn 5 il idi həmən cələsələrdə idi, gecə gündüz ibadət, dua, zikir, nə bilim əməllər. Filan kəs bizdən məsələn 5 il sonra gəldi, hamımızdan tez çatdı. Çatdıranda İmam Hüseyn əleyhissalam oldu, tökdüyü göz yaşları oldu. Bu göz yaşlarının qəribə bir təsirləri vardı. İnsanın özünü də təmizləyər, balalarını da təmizləyər, ruhiyyəsini də təmizləyər, çox təsir eləyər. Xülasə insan gərək bu məclislərə hazırlıqlı gəlsin ki, mən gedəcəm orada istifadə eləyəcəm, həm elmi cəhətdən, mənəvi cəhətdən, belə deyək də, mərifət cəhətindən və eyni zamanda da günahlarımı təmizləyəcəm o ağlama yolunda, buna hazırlıqlı gəlsin. Deyək ki, əgər məclis məsciddə qurulubsa, onda girəndə məscidə 2 rükət təhiyyət namazı qılınsın. Adətən Hüseyniyyələr də olmur, bir çox hallarda məscidlərdə də qurulur da. Deyək ki, əgər Hüseyniyyədirsə, yox, bu ona aid. Amma məsciddirsə, girdinsə İmam Hüseyn məclisinə 2 rükət məscidə təhiyyət namazı qılınan ki, İmam Hüseyn əleyhissalam o namaz üçün canın qurban verdi, o oruc üçün canın qurban, Qurandan ötürü canın qurban verdi. Nəsə, çox daim olun üstünə. Xətib söhbət eləyən zaman məqsəd ondan istifadə edib və nöqtələr çıxartmaq olsun. Mücərrəd ləzzət olmasın. Yaxşıdır insan İmam Hüseyn məclisdən mənəvi zövq alsın. Gözəldir, bayaq dedim. Amma eyni zamanda da xətibin də zəhməti bada getməsin. İnşallah ki, xütbə eləyənlər eləyib, eləməyənlər də görəcəksiniz. İndi o bişmiş xətiblərdən danışmıram, amma o təzə-təzə xütbəyə hazırlaşanlar mümkündür deyək, yarım saat, 40 dəqiqə söhbət eləmək üçün nə qədər zəhmət çəkir? Mümkündür 5 saat, 6 saat, 7 saat zəhmət qoyub. Sən də onu zay eləmə. Onun heç olmasa 30 dəqiqəlik sözdən, sən də 3 dəqiqə istifadə edə, yəni zehnə saxlayıcıdan ki, 1 filan nöqtə toxundu, 2 filan nöqtə, 3 filan nöqtə, 5 şey çıxanda da bir, belə deyək də, elmi boşluqlarından da nəsə dolmuş olsun. Özümüzü ağlamağa, belə deyək də, yəni hazırlayaq. Bir cür eləyək ki, yalancı yox. Həqiqi ağlaya bilək və yaxud da ağlamsına bilək. Mən bəka, əv təbaka, mən bəka, əv əbka, əv təbaka, vəcəbət ləhul cənnə. Bu məzmunda nə olursa, nəssi o cür olmasa da, bu məzmunda rivayət var ki, hər kəs ağlıya, ağlada və yaxud özün ağlayanlara bənzədə, cənnət ona vacib olar. Yəni, insan özün hazırlasın İmam Hüseyn əleyhissalam. Bu, elə belə şey deyil İmam Hüseyn əleyhissalama ağlamaq. Tamam başqa bir aləmdir. İmam Hüseyn əleyhissalamın birinci rövzəxanı Allahın özüdür. Və birinci ağlayanı da Həzrət Adəm əleyhissalamdır. Var bəzi rivayətlərdə ki, Həzrət Adəm əleyhissalam ki, tövbəsinin qəbul olunmağı üçün 5 kimsəniyə Allahı and verdi. Tövbəsi qəbul olandan sonra Adəm əleyhissalamın 2 pərverdigara. Bunlar
kimdir ki, o 4 dənə ki, əvvəldə zikr edim, onların adını zikr eləyəndə qəlbim sevinclə doldu. Elə ki, o 5-cinin adını dedim, Hüseyn deyən kimi qəlbim kədərlə doldu. Nə idi o hikməti? Allah mütəal başladı, İmam Hüseyn əleyhissalam başına gələn müsibətləri Adəm əleyhissalama, demək ki, sənin belindən gələn balalarından biri, onun neçə nəsildən sonra sənin belindən bir uşaq əmələ gələcək, o uşağın başına filan işlər gələcək. Allah Kərbəla vaqiəsini oxudu, dedi və Adəm əleyhissalam da ağladı. Ondan sonra da Nuh əleyhissalam, İbrahim əleyhissalam, bütün peyğəmbərlər var. Qissələrə, hekayələrə baxsınız, dini hekayələrdə, qissələrə, rəvayətlərə. Demək olar ki, əksər peyğəmbərlər və yaxud da hamısı İmam Hüseyn əleyhissalama göz yaşı düşür. Amma qaldı imamlarımızda da ərəblər demişlər, həddis və la hərəc. Peyğəmbərdən tutdu, xanım Zəhradan tutdu, Əli əleyhissalam tutdu, salamullahi aleyhi məcməin, ta İmam Zaman əleyhissalama qədər nə qədər ağlayıblar. Ləəbkiyənnə aleykə bədələd dumu'i dəma. İmam Zaman əleyhissalam deyir ki, babacan, ya Hüseyin, sənə o qədər ağlayaram ki, gözümdən axırda su qutarar, qan gələr yerinə. Ləqəd əqrəhə qətlül Hüseyin cüfunənə bu cəsəfələmüsə. Cüfun bu, gözün bu kiprilərin o ətinə deyərlər. İmam Rıza əleyhissalam buyur ki, yəbnə şəbib, İmam Hüseyin əleyhissalama ağlamaq gözümüzün o ətin yar eylədi. O qədər ağladı ki, şoran su, gözdən çıxan su şor olur. Gözümüzün o suyu əti yar eylədi. Əqrəhə cüfunənə, yəni yarıya çevirdi. Xülasə, özümüzü hazırlayaq ki, o məclislərdə ağlayaq və yaxud özümüzü ağlamağa adət elətdirək ki, çox böyük əcri vardır. Deyir ki, əgər özü ağlamağa adət elətdirmək istədiyini elətdirə bilmədinsə, da ki, bir gün, 2 gün, gör nədir səbəb? Səbəb nədir, illət nədir ki, ağlaya bilmirsən? Nədir səbəbi? Günahdır, ta ki, deyək, çox dünyəvi işlərlə məşğul olmaqdır, problemlərdir, nələrdirsə, həmən o müşkülü ortadan qaldırır ki, bu məclislərdə ağlaya biləsən ki, bu məclislər çox əcib qərib bir dənə faydası vardır, ağlamaq üçün. Hədisi nəql eləyirəm Biharul Ənvardan, 44-cü cild, səhifə 302-dən, o da nəql eləyir təfsir İmam Həsən Əskəri əleyhissalamdan. Bildiyimiz ki, İmam Həsən Əskəri əleyhissalama nisbət verilən bir təfsir vardı ki, ixtilaf var alimlərimizdən, doğrudan da İmam əleyhissalamın təfsiridir, ya kimsə yazıb İmama nisbət verib. Məşhur budur ki, alimlərimizin arasındakı İmamın öz təfsiridir ki, tələbələri yazıblar. Xülasə, ona deyilə təfsir, təfsirul mənsub iləl Həsən Əskəri əleyhi əfdalus salati vəssalam. Xülasə, İmamın təfsirindəndir. Həzrət belə buyurur. Buyurur ki, qalə Rasulullah sallallahu aleyhi və alihi və səlləm ləmma nəzələt və iz əxəznə mithaqəkum la təsfikunə dima'əkum. Biz Bəqərə surəsində, səhv eləmirəmsə 84-cü ayədir ya, 83-cü ayədir, 84-cü bəlkə də ayədir. Deyir ki, bu ayə nazil olanda biz Bəni İsraildən misaq əhd aldıq ki, la təsfikunə dima'əkum. Bir-birinizin qanını tökməyəsiniz. Bəqərə surəsində bu ayəsi nazil olanda, deyək ki, İmam Hüseyin əleyhissalam nə dəxli var? Peyğəmbər görün hara tətbiq eləyir, hara təvil eləyir. Buyur ki, fil yəhud, deyir ki, bu ayə yəhudlərin barəsində. Əy əlləzinə nəqadu əhdəllah və kəzzəbu rusulallah. Allahın əhdini sındırdılar və peyğəmbərləri təkzib elədilər, onları öldürdülər. Və qətəlu əvliya Allah və Allahın övliyalarını öldürdülər. Sonra Həzrət buyurur ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, əfəla unəbbiukum bimən yudahihim mən min yəhud hazil ümmə. Bu ümmətdən, yəni öz ümmətimdən Yəhudə bərabərləri isə xəbər verim kimlərdilər? Qalu bəla, ya Rəsulallah, ey Allahın Peyğəmbəri buyur eşidirik. Qalə qavmun min ümməti. Bir dəstə gələcək, mənim ümmətimdən yəntəhilunə ənəhum min əhli milləti. Bu cür düşünürlər ki, zə'm eləyirlər, bu cür güman eləyirlər ki, güya onlar mənim ümmətimdəndilər. Yəqtulunə əfadilə zürriyyəti. Onlar mənim ən fəzilətli balalarımı, zürriyyəmi öldürəcəklər. Və ətaibə əruməti. Ərumə baxdım lüğətdə deyir ki, həsəb və nəsəb. Yəni mənim nəslimdən, irqimdən, belə deyək də, mənim ətrafımdan, mənim balalarımdan olan ərumə deyir, həsəb və nəsəb deməkdir. Mənim həsəb və nəsəbim, yəni nəslimdən olan ən pak insanları öldürəcəklər. Demir bir nəfər öldürəcək, ən pak insanları. Mümkündür buna işarədir ki, İmam Rıza əleyhissalam buyurur, yəbnə şəbib. Aşura günündə 18 dənə Haşimi cavanını öldürdülər. Onların misli nə yer üzünə gəlib, nə də bundan sonra gəlməyəcək. Ki, onun bəziləri Əli əleyhissalamın öz oğlanlarıdır, İmam Hüseyin əleyhissalamın qardaşları, bəziləri qardaş balaları, əmis uşaqları.
18 dənə Haşimi cavanının başını kəsirlər Kərbəlada ki, onların misli nə yer üzünə gəlib və nə də yer üzünə gəlməyəcək ondan. Təsəvvür elə, balaca şeydir Əli Əkbər əleyhissalamın ölümü ki, yerin göyün imamı deyir ki, Ələd-dünya bə'dəkəl əfa. Əli, bala, səndən sonra bu dünyanın başına kül olsun, torpaq olsun bu dünya. Bundan sonra nə qaldı bu dünyada səndən sonra? Bunu sən mən deyə bilər, amma yerin göyün imamı mübaliğə eləmir. O bilir Əli Əkbər əleyhissalam kimdir. Xülasə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu ümmətdən Yahuda bərabər bir dəstə olacaq. Yəni, Yezid və Yezid sifətlər. Mənim ən paç balalarımı öldürəcəklər. Və yubəddilunə şəriəti və sünnəti, mənim şəriətimi, sünnətimi dəyişəcəklər. Və yəqtulunə vələdeyyəl Həsənə vəl-Hüseyn, balalarım Həsən və Hüseyni öldürəcəklər. Kəmə qətələ əslafəl Yahud Zəkəriyyə və Yəhya. Necə ki, bu Yahudilər, bunların əslafı olan Yahudlar Zəkəriyyə və Yəhya əleyhissalamı öldürürlər. Əla və innəllaha yəl'anuhum kəmə lə'anəhum. Allah Taala Yahudi lənətlədiyi kimi İmam Hüseyn əleyhissalam da, İmam Həsən əleyhissalam qatillərində lənətləyəcək. Və yəb'asu alə bəqaya zərarihim qablə yevmil qiyamə hadiyən məhdiyən min vuldil Hüseyn əl-məzlum yuhriquhum bisuyufi əvliyaih. Allah Taala deyir ki, axirət zamanda, qiyamətdən qabaq Hüseynin balalarından Hadi Məhdi, yəni İmam Zaman əleyhissalamı göndərəcək. Peyğəmbər buyurur, öz əvliyasının, öz ənsarının qılıncı ilə Yezid və Yezid sifətlərin, qalıqların, balaların kökünü kəsəcək, yandıracaq. Yuhriquhum. Deməli, onda Yezid və Yezid kimlər yadınızdadır? Bəşşarın hökuməti yıxılanda o məlun çıxmışdı, dedi ki, Bəni Üməyyən hökumətini qurduq, intiqamımız alacaq. Deməli, hələ də dedi ki, Yezid və biz Muaviyyənin balaları yox, tabi, sizdən intiqam alacaq. Deməli, hələ də qalır və qalmaqdadılar. Və buyurur ki, bir zaman gələcək, onların balalarının zürriyələri mənim zürriyəmdən gələn imam öz əshabı ilə bir də qırıb onları məhv eləyəcək. İlə nari cəhənnəm. Onlar göndərəcək cəhənnəm oduna. Əla və lə'anəllahu qətələtəl Hüseyn əleyhissalam. Allah lənət eləsin İmam Hüseyn əleyhissalam qatilinə və muhibbihim və nasirihim və sakitinə əla lə'nihim. Allah Taala onları sevənlərə də lənət eləsin. Yəni İmam Hüseynin qatillərini sevənlərə Allah lənət eləsin. Kömək eləyənlərə lənət eləsin. Və onlara lənət oxunmağa sakit qalanlara da Allah lənət eləsin. Min qeyri təqiyyə, necə təqiyyə yoxdursa. Əgər canı qorxuda deyilsə, hər kəs İmam Hüseynin qatillərinə lənət oxunmasa, Peyğəmbər buyurur ki, Allah ona lənət eləsin. Evdə bu rivayəti oxuyayım. Biharüləmərdə bir dənə rivayət var. Deyir ki, Allah loh və qələmi 2 dənə mələk olaraq xəlq elədi. Biri 2 dənə mələkdir. Loh və qələm mələkdir. Götürdü qələm, lövhə yazdı Allahın, İmam Hüseyn əleyhissalamın qatillərinə lənət elə. Deyir, Allah xitab elədi qələmə, dedi ki, sən ki öz başınalıq elədin, gələk səni cəzalandıraydın, mən deməmişsən yazın ora. Amma sən ki Hüseynimin qatilinə lənət oxudun, ona görə səni əff elədim. Deyir ki, qələmin öz başına birinci yazdığı söz oldu ki, Allahım Hüseynin qatillərinə lənət elə. Nəysə, deyir ki, hər kəs onların lənətinə sakit qilən lənət oxumazsa, təqiyyədə yoxsa Allah lənət eləsin. Əla. Sallallahu aləl-bakin aləl-Hüseyn. O ki, dedim, gələcəyində İmam Hüseyni ağlamağın fəzilətini oxuyacam. Deyir ki, əla. Və sallallahu aləl-bakin aləl-Hüseyn. Rəhmətən və şəfqətən və la'inina li'a'daihim. Allah salavatın göndərir o şəxslərə ki, İmam Hüseyn əleyhissalama qəlb yanğısı ilə rəhmətdən, şəfqətdən ağlayırlar və onun düşmənlərinə lənət oxuyurlar. Vəl mumtəlinə aleyhim qayzan, və onlara qarşı qəzəb ilə doludular. Və hənəqən, belə deyil, onlara qarşı inatlıdırlar İmam Hüseyn düşmənlərə qarşı, doludular çinküdürətlə. Əla və innər razıynə bi qətlil Hüseyn şürəkə qətləti. Hər kəs Hüseynin qətlinə razıdırsa, onun qətlində şərikdir. Yəni 1400 ildən də sonra əgər bir nəfər deyir, Yezid düz elədi, çünki İmam Hüseyn əleyhissalam nəuzubillah cəddinin dininə qarşı çıxmışdı, ona görə Yezid haqq elədi, öldürdü. Onlar elə şümürlə Yeziddən bir yerdə gələcək, heç fərqi yoxdur. Elə Şimr ibn Zilzoşən ki, imamın başını kəsirdi, Allah Taala gələcək məsələn 1400-dən sonra filan kəs məsələn deyəcək ki, sən də imamın başını kəsirdin. Əşi mən imamı görməmişəm, mən 1400 il sonra kəsmişəm. Peyğəmbər deyəcək ki, məsələn deyək, sən də onun şəriksən. Çünki razıydın imamın başının kəsilməyinə.
Və innə qətələtəhu və ə'vanəhum əşya'ahum vəl muqtədinə bihim bəra min dinillah. İmam Hüseyin əleyhissalamın qatilləri, onların köməkçiləri, ardıcılları, şiyələri, nə bilim, onun dalınca gedənlər hamısı Allah dinindən bəridir. Onlar Allah dinindən xaricdirlər. İnnəllaha la ya'muru mələikətəhul muqarrabin ən yətələqqəv dumu'ahum el-məsbubə li qatlil Hüseyin iləl xuzzan fil cinan. Kef elə. Bundan sonra kef elə. Rivayətin bu hissəsinə bax. Biz bilirik ki, cənnətin ətirləri, dünya ətirlərindən 1000 qat, milyon qat, trilyon qat üstün bir şeylərdir. Ki, var bəzi rivayətlərdə ki, neçə 500 illik yola gələr, nə bilim, neynəyər, rivayətlər həddən artıq çoxdur. Yaxşı, o gözəl ətirlərə biraz da gözəlliyi qatan nədir? Qulaq asın rivayətə. Deyir ki, Allah Teala mələklərin göndərər İmam Hüseyin əleyhissalama ağlanılan məclislərə. Ən yətələqqəv dumu'ahum əl-məsbubə. Gedin, Hüseynə ağlanan göz yaşlarını yığın. Liqatlil Hüseyn. Hara aparın iləl xuzzan fil cinan. Cənnətin o xazinləri, xidmətçi olan mələklərə verin. Fəyəmzucuha bima'il həyəvan. Cənnətin o əbədi yaşarlıq suyu ilə qatsınlar. Fətəzidu uzubətuha və tıybuha. Həmən o cənnətə həmişə yaşarlıq verən su ki varıdır, diqqət edin, cənnət əhli əbədi yaşardı. Ona rivayətlər və ayədə ma'ul həyəvan, yəni həyəvan, yəni həyat suyu, həmişə yaşarlıq suyu. Allah əmr eləyəcək mələklərin, gedin İmam Hüseyin əleyhissalama tökülən göz yaşlarını yığın, gətirin, verin cənnətin xadimlərinə. Qatsınlar nəyə? Həmən o cənnətin o həyəvan suyuna. Elə ki, qatışacaq, həmən suyu biraz da paklanır, cənnətin suyu onsuz da pakdır, daha da şirin eləyəcək, daha da pak eləyəcək. Və tayyəbəha əlf dı'ifiha. Cənnətin ətri nə qədərdirsə, o suyun ətri, gözəli nə qədərsə, 1000 qat artıracaq. Və innəl mələikətə lə yətələqqəvnə dumu'əl fərihinə dahikin li qətlil Hüseyin. Və müqabilində də hər kəs İmam Hüseyin əleyhissalamın qətlinə sevinmişdi, sevinç gözü yaş dökmüşdü, o məclislərdə şadlanmışdı, onların da göz yaşlarını yığdıracaq. Əmr elə yətələqqəvnəha fil haviyə, deyəcək, aparın cəhənnəmin haviyəsinə və yəmzucunəha bihəmimiha və sadidiha və qəssaqiha və qisliniha. Bunlar həm cəhənnəmdə iyrənc sulardır. Aparın, qatın o sulara. Fəyəzidu fi şiddəti hərarətiha. Biraz da o göz yaşlarının təsirindən cəhənnəmin o iyrənc suları biraz da iyrənəcək, biraz da pisləşəcək, biraz da şiddətlənəcək. Və azimi əzabiha əlf dı'ifiha. Və onların əzabı 1000 qat artacaq. Yüşəddədu biha aləl mənqulinə iləyha. Kim ki cəhənnəmə aparılacaq, biraz da şiddətlə onu yandıracaq, əziyyət eləyəcək. Min əday Ali Muhammedin əzabəhum. O Ali Muhammedin düşmənləri ki var, gedəcəklər ora, biraz da onların əzabını artıracaq. Deməli, İmam Hüseyin əleyhissalamın məclisində tökülən göz yaşının belə deyək, dəyəri budur ki, Allah Teala ma'ul həyat, ma'ul həyəvan ki, cənnətin əsas neymətlərindən biridir, onunla qarışdıracaqlar və o cənnətin suyuna biraz da gözəllik, biraz da paçlıq və 1000 qat artıqla gözəl qoxu bəxş eləyəcək. Cəhənnəm ki də həmçinin İmam Hüseyin əleyhissalamın düşmənləri ilə. Qeyd elədik ki, bu məclislər zikri müsibət məclisləridir. Eyni zamanda ki, mərifət məclisidir, ki, eyni zamanda da zikri müsibət olsun. İmamın özünün yaru ənsarının müsibətləri xatırlansın və ona göz yaş dökülsün. Hamınız demək olar ki, həm filmdə də görmüsünüz, tarixdə də oxumusunuz, xətiblərdən də eşitmişsiniz. Həzrət Müslim ibn Aqil salamullah əleyhin müsibətin və onun ürək yandıran, doğrudan həqiqətən ürək yandıran müsibətin. Niyə? Çünki Allah heç kəsi qərib eləməsin, qəriblik çox pis şeydir. İnsan namərd düşməsində tam qərib ola, o çox çətin bir şeydir. Həzrət Müslim əleyhissalamda qərib öldü, qərib öldürüldü daha doğrusu. Amma qəribliyində də kişi kimi öldü. Onsuz da onlar kişi oğlu kişidirlər, sözün həqiqi mənasında. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, Rəhiməllahu əmmi Əba Talib, ləvvələdən nasə kulləhum ləkanu şüc'an. Allah rəhmət eləsin əmim Əbu Talibə. Əgər bütün dünya onun belindən gəlsəydi, hamısı pəhləvan olacaq, hamısı şücaətli olacaqdılar. O qədər güclüydülər, o qədər Əli əleyhissalamın qardaşı uşaqları, əmisi uşaqları, daha doğrusu qardaşı oğlu. Əbu Talibdən Peyğəmbər kim əmələ gəlsə, hamısı pəhləvan olacaq.
O qədər güclüdür ki, var məqtəl Seyyid Müqərrəmə baxsınız, bu da nəql hansısa qədim məqtəllərdən. Deyir, o qədər güclü idi Müslim ibn Əqil. Tuturdu o qabandakı o məlunlardan belə əli ilə tullayırdı evin üstünə. Ev heç olmasa 3 metrə var da, köhnə evlər 2 metrə yarım 3 metrə var da evin hündürlüyü. İnsan nə qədər güclü olsun ki, bir kişini tutasan, bir 80-90 kiloluq adam götürüb tullayasan evin üstünə belə. Bir əli ilə də adamı tullayırdı evin üstünə. 2 dəfə qoşunu sındırandan sonra hərəsində 30-40 nəfər gəlmişlər də, balaca qoşunlar. Nədir o məlun? Əşəs ibn Qeysun oğlu, Muhammed ibn Əşəs ibn Ziyada xəbər göndərəndə ki, qoşunun dalın göndəricindən, dedi, vay olsun sizə. Bir dənə kişinin öhdəsindən gələ bilmədi, 2 dəfə qoşunu sındırıbdı, qırıbdı. Cavabında deyir, qəribə bir ibarəsi var, təxminən mənası budur ki, məni baqqalın, məsələn, deyir, küçədə bir əşya satanın üstə göndərməmisən. Məni Bəni Haşimin aslanın üstə göndərmişsən ordu ilə. Bir orada olsa qabağına dayanmayacaq. Nə ilə məğlub elərlər? Sanki bu şərəfsizdən, əvvəldən şərəfsizdə damarların daxildə xəyanət ilə. Ey Müslim, qılıncı qoy yerə, mən sənə aman verirəm. Mən sənə söz verirəm ki, İbn Ziyaddan aman alacam, səni öldürməyəcəm. Aldatdılar. Ondan sonra qılıncı yerə qoyandan sonra tutdular və apardılar və aman da vermədilər. Gəldi, daxil oldu İbn Ziyad məlunun yanına. Salam vermədi. O yanındakı dedi ki, vəyhək, niyə əmirə salam vermirsən? Dedi, vay olsun sənə də sənin əmir ödü. O mənim əmirimdir. Mənim əmirim bir dənə, o da Hüseyin ibn Əlidir. Kimdir mənim əmirim olsun? Yəni, Mərcanənin oğlundan əmir olur. Bir şey ki, zibil nəsil, bütün hamısı pozğun ailədən, pozğun qadınlardan əmələ gələn. Neçə dənə cahiliyyətdə adla sanılan pozğun qadın vardı, biri Mərcanə idi. Gələsin, Müslim ibn Əqil üçün pak bir dənə adam, buna əmir desin, mənim elə əmrim zadım yoxdur. Qayıtdır İbn Ziyad dedi ki, istər mənə əmir sayma, onsa səni öldürəcəm. Müslim dedi ki, narahat deyiləm. Səndən pisləri, məndən yaxşılarını öldürüblər. Yəni, sənin Muaviyə əmirin, lənətullahi aleyh, mənim əmirim, ta ki, fərzəndi, məndən böyük, Əli Əleyhisselam öldürür, Muhammed Əleyhisselam öldürür, filan kəsi öldürür. Mən üçün qəribə deyil, yəni şəhadət bizim üçün adi bir şeydir. Bizim üçün yəni iftixardır, burada qəribə bir şey yoxdur bizim üçün. Səndən pisləri, məndən yaxşılarını öldürüblər. Xülasə, gördü ki, narahatdır, dedi, nədir? Dedi ki, vəsiyyət eləmək istəyirəm. Dedi, kimə vəsiyyət eləmək istəyirsən? Baxdı, gördü ki, bunların içində ən yaxını Ömər Səddir. Dedi, Ömər Səd. Çünki Ömər Səd Mədinəli idi, bunlar İraqlıdırlar. Qonşusuydu, tanışıydı. Çağırdı, dedi ki, Ömər Səd, mən Kufiyə gələndən sonra borca düşdüm, yəni ehtiyacım vardı, borc almışam, mən öləndən sonra qılıncımı, nə biləm, zirəhimi və atımı satarsam, mən borcumu edərsən, filan filan. Və bir də İmam Hüseyin Əleyhisselam məktub yazarsan ki, gəlməsin. Onlar vəfasız çıxdılar. Kufə xalqı vəfasız çıxdı, gəlməsinlər. Qayıtdı, gəldi, əmirin yanına, dedi ki, mənə filan söz dedi. İbn Ziyadına dedi ki, o səni əmin bildi sənə vəsiyyətini, niyə görə ondan da sirrini dağıdırsan? Burada ərəblərin məşhur sözü var, deyir ki, ma xanəkəl əmin, ləqəd i'təməntəl xain. Əmin sənə xəyanət eləmədi, sən xəyanətkar özü üçün əmanətdar seçdin. Xülasə, çoxlu söz söhbət olandan sonra hər nə dedi, cavabını aldı, ağırlaması ilə cavabını aldı. Ondan sonra Humran ibn Əyəndir, nə idi? Humran ibn Bukeyr, Humran ibn Bukeyr adında bir məluna əmr elədi ki, apar, çıxar qalanın üstünə və oradan tulla. Bəzilər deyirlər ki, başın kəsdi, atdı. Bəzilər deyirlər ki, yox. Oradan diri-diri atdı qalanın üstündən, gəldi, dəydi yerə, hələ yerdə canı qalırdı. Gördülər, xırıldır, oradan məlunlardan bir yerdəki o keşikçilərin böylən bilir ki, ərihuh, rahatdın ki, tez, başın kəsin, yəni tez qutarsın. Və deyirlər ki, ilk dəfə İslamda qala qapısından asılan, nəsb olunan baş Həzrət Müslim Əleyhisselamın başı oldu ki, o cür faciəvi şəkildə öldürürlər və başını kəsdilər və qala divarlarından Həzrətin başını asdılar.